Fərdiyə xanımın xidmətlərinə olan yüksək ehtiramın bir nişanəsi olaraq Dolu qəzetinin baş redaktoru, yazar jurnalist Məlik İradə Məlikovanın hədiyyəsi var. İradə xanımın səhnəyə dəvət edilir ki, hədiyyəsini təqdim edir. Əzizlərim, hər birinizə salamlayıram, axşamınız xeyir olsun. Hangımın xaybobu, kimi xosa tanışardım, kimi xosa doyuyor, kimi dodo. Mən 8 ildə qəzet üzrə başlamışam fəaliyyətə. Fərdiyə xanımın 80 yaşı olanda belə bir təbii evinə aparmışdım. O gün olsun 90 illiyimizi təbrik edək. Hamısını deyiblər, amma mən bu bununla nöqtə qoymaq istəyərdim. Talış folklorunun qızıl səsi diplomu. Azərbaycanın milli ruhunun daşıyıcısı olan xalq yaradıcılığına, xüsusilə talış folklorunun qorunması və yaradılmasına, misilsiz töhfələrinə görə xalq mədəniyyətimizin zəhmətkeş tədaisi, Əbəsov folklor kollektivinin banisi və rəhbəri tanınmış mədəniyyət xadimi Fərdiyə Həsən qızı Şabanovaya 85 illik ömür yolu və Əbəsov kollektivinin 60 illik yubileyi münasibətilə Dodo qəzeti redaksiyası tərəfindən bu fəxri diplomla təltif olunur. Sizin zəhmətiniz bir nəslin yaddaşı, bir xalqın səsi, bir bölgənin nəfəsidir. Siz talış folklorunun qızıl səsinə çevrilmişsiniz Fərdiyə xanım. Zamanın özü qədər əbədi Fərdiyə xanım. Təbrik edirəm hanım. Zəhmətli keçən dövlətimizə, Bakı Beynəlxalq Multikulturalizm rəhbərinə Rəvan Həsənova, bir də Mədəniyyət Nazirimizə və bizim gözəl qızımız Könül xanıma və Ruslana bizlərin təşəkkürümü bildirim. Zəhmətli keçən hər kəsə təşəkkürümüzü bildirir redaksiya adından. Buyurun Fərdiyə xanım. Allah sizi var edin.